İndi isə məd hərfi olan yə hərfini bəzi ərəb sözlərində istifadə etməyə çalışaq. İtəi, li'iləfi, duai, bi, səbili, bi kitabi, tibə, yətikum, yəti, fitə, tuthiru, dəfi, cidihə, ucibu, yuzci, hinə, uhita, nushi, khifətihi, əxihi, əxi, dini, hadithu, və yəhdi, zi, ma'azirahu, lizi, rihukum, yuridu, təcri. Ərəb dilində yeni mövzumuz Əlləmul Qamariyyə mövzusu adlanır. Ərəb dilində əlifləm artiklından sonra ərəb əlifbasında olan 14 hərf gəldiyi zaman əlifləm artiklında olan ləm hərfi açıq aydın bir şəkildə oxunur. Və bəzən isə əlifləm artiklından sonra yerdə qalan 14 hərf gələrsə, əlifləm artiklının ləm hərfi oxunmur və həmin 14 hərf şəddələnir. İndi isə gəlin Əlləmul Qamariyyə mövzusunu izah edək. Əlifləm artiklından sonra yazdığım 14 hərf gələrsə, bu hərflərimiz əlif, bə, qayn, hə, cim, kəf, vav, xa, fə, ayn, qaf, yə, mim, hə hərfləri gələrsə, bu zaman əlifləm artiklında olan ləm hərfi açıq aydın bir şəkildə tələffüz olunar. Buna misal olaraq əl-beytu sözünü misal çəksək, əl-beytu burada görərik ki, əlifləm artiklından sonra, ləmdən sonra bə hərfi gəldi. Və bə hərfi gördüyümüz kimi bu 14 hərfdən biridir. Bu zaman əlifləm artiklında olan ləm hərfi açıq, aydın bir şəkildə tələffüz olunar. Yəni belə, əl-beytu. Bu hərfləri yadda saxlamaq üçün bu hərfləri hərəkələmək olar və bununla da bu hərfləri yadda saxlamaq mümkündür. Yəni, İbği, həccəkə və xaf aqiməhu. İbği, həccəkə və xaf aqiməhu. Bu sözü əzbərləməklə biz bilərik ki, bu hərflərimiz qəməri hərflərdir. İndi isə əlifləm artiklından sonra gələn 14 qəməri hərfimizi bəzi ərəb sözlərində tələffüz edək və onları düzgün bir şəkildə deyək və qeyd etdiyim kimi əlifləm artiklından sonra 14 hərfimiz gələrsə, bu zaman əlifləm artiklının l səsi olan l səsi açıq-aşkar bir şəkildə tələffüz olunur. Burada birinci misalımız əlifləmdən sonra əlif hərfidir. Əlif hərfi bəzi sözlərdə verilmişdir. Misal olaraq, əl-arda, lil-ənəmi, bil-əmsi,
El-bari'u lil-beşeri bil-be'sai el-gari lil-gaybi bil-gadati el-haqqatu lil-haqqi bil-hacci el-cebbaru lil-cebeli bil-cenbi el-kebiru lil-kezibi bil-kafirine el-vahidu lil-valideyni bil-vasidi el-khaliqu lil-khayri bil-khati'ati el-fethu lil-fuqarai bil-fahşai el-abidune lil-abidi bil-adli el-qadiru lil-qavmi bil-qalami el-yetime lil-yetama bil-yemini el-ma'u lil-melaiketi bil-menni el-hadiyi. El-lamu şemsiye. Elif-lam artiklından sonra lamul qamariyyə hərflərini çıxmaq şərti ilə yerdə qalan 14 hərf gələrsə, bu zaman əlif-lam artiklında olan ləm hərfi oxunmaz, bu hərflər isə şəddələnər. Buna misal olaraq, əlif-lam artiklından sonra əgər tə, fə, dəl, zəl, ra, zə, sin, şin, sad, dad, ta, va, ləm, nun hərfləri gələrsə, bu zaman əlif-lam artiklında olan ləm hərfi oxunmaz. Bu hərflər isə şəddələnər. Və şəddələnməyin səbəbi ləm hərfinin bu hərflərin məxrəcinə oxşar və ya yaxın olmasıdır. Məsələn, bildiyimiz kimi, ləm hərfinin məxrəci dilin ucu yuxarı kəsici dişlərin kökündən çıxır. T hərfində də belədir, F hərfində də buna yaxındır, dəl hərfi də həmin ləm hərfinin məxrəcinə yaxındır və s. Buna bir misal olaraq əl-sabru sözünü misal verək. Əl-sabru. Və burada əlif-lam artiklından sonra, yəni bu əlif-lam artiklından sonra sad hərfi gəldi. Və sad hərfi, bu hərflərin içindən axtarsaq, görərək ki, sad hərfi məhz şəmsi hərflərdəndir və bu zaman ləm hərfi oxunmayacaqdır. Yəni, əl-sabru yox, ləm hərfi oxunmur və bu hərf isə şəddələnərək əs-sabru deyərək oxunur. İndi isə əlləmu-şəmsiyyə hərflərini bəzi ərəb sözlərində oxumağa çalışaq və burada fikir verək ki, ləm hərfi oxunmur və bu hərflərdən sonra gələn hərflər şəddələnir və qoşalaşaraq 2 dəfə tələffüz edilir. Ət-tarfi lit-tağinə bit-tağiyyəti əth-thəra lit-thəra və-thəmərati əs-saxra lis-salati bis-sabri
Er-Rahmanu, Lir-Rahmani. Et-Tevvabu, Lit-Taqwa. Bit-Tevrati, Ed-Da'ni, Lid-Di'fi. Ed-Dafadi'a, Ed-Zahabi. للذاكرين من الذهب النادمين للناس بالناس الدار للدار بالرحمن التواب للتقوى بالتوراة الضأن للضعف والضفادع الذهب للذاكرين من الذهب النادمين للناس بالناس الدار وللدار والدواب السائل للسمع بالساحل الظالم الشافعين للشاربين بالشاكرين اللطيف للذين للظالمين والظاهر الزارعون للزكاة فالزاجرات. Bu misallarda gördüyünüz kimi 14 hərf şəms hərfləri gəldi və heç bir halda əlifləm artiklının ləm hərfi oxunmadı. Yeni bir mövzumuz ləfzatullah və ya ləfzul cələlə mövzusudur. Bu, ərəb dilində Allah sözünün incə və ya qalın oxunmasına deyilir. Əgər Allah və ya Allahummə sözlərindən əvvəl fəthə və damma hərəkəsi gələrsə, bu zaman Allah sözü və ya Allahummə sözü qalın bir şəkildə oxunur. Baxın, Allah. Halbuki, la, lə, yəni incə bir hərf olduğu halda biz burada Allah sözündə ləm hərfini qalın bir formada tələffüz etdik. Baxın, əlləh yox, əllah. Əgər Allah və ya Allahummə sözlərindən əvvəl kəsrə hərfi gələrsə, bu zaman Allah və Allahummə sözləri incə bir şəkildə tələffüz olunar. İndi isə gəlin, misallarla dediklərimizi tətbiq etməyə çalışaq. İndi isə gəlin, Allah və Allahummə sözlərini misallarda tətbiq edək. Allahu, Allahu, Allahummə, Allahummə, Vallahu. Fikir versəz, Allah sözündən əvvəl vav hərfidir. Vav hərfinin hərəkəsi fəthə olduğu üçün Allah sözü qalın oxunur. Vallahu, innəlləhə. Allah sözündən əvvəl nun hərfi gəlir. Nun hərfinin hərəkəsi fəthə olduğu üçün Allah sözü qalın oxunur. İnnəlləhə, subhanəkəllahummə. Allahummə sözündən əvvəl kəf hərfidir. Kəf hərfinin hərəkəsi fəthə olduğu üçün Allahummə sözü qalın oxunur. Subhanəkəllahummə. Fəzlullah, fəzlullah. Allah sözündən əvvəl ləm hərfidir. Ləm hərfinin hərəkəsi damma olduğu üçün Allah sözü qalın bir formada oxunur. Fəzlullahi.
qalullahummə, qalullahummə, qulillahu. Baxın, indi isə incə bir formada oxundu. Çünki Allah sözündən əvvəl gələn hərfin hərəkəsi, yəni ləm hərfin hərəkəsi kəsrə olduğu üçün Allah sözü incə oxunur. Qulillahu, lillahi, fəlillahi, qulillahummə, qulillahummə. Və burada Allahummə sözündən əvvəl kəsrə olduğu üçün Allahummə sözü incə bir formada tələffüz olunur. Sonuncu misalları bu cür oxumaq düzgün deyildir. Qulillahu, lillahu, fəlillahu, qulillahummə. Düzgün oxunuş. Qulillahu, lillahi, fəlillahi, qulillahummə. Ərəb dilində bəzi qeydlər. Birinci qeydimiz həmzə işarəsidir. Həmzə işarəsi bildiyimiz kimi bu formada yazılır. Həmzə işarəsi bəzən bəzi hərfləri və ya bəzi simvolları özünə dayaq götürür. Buna misal olaraq həmzə bəzən əlifin üzərində, bəzən vavın üzərində, bəzən yənin üzərində, bəzən hər hansı bir dayağın üzərində, yəni heç bir hərf deyil, yalnız həmzə üçün bir dayaqdır və bəzən də öz halında adi bir şəkildə yazıla bilər. Gördüyümüz bu 5 halın 5-də də heç bir hərf və ya heç bir dayaq oxunmur, həmzənin yalnız və yalnız hərəkəsi oxunur. Yəni, əgər həmzənin hərəkəsi ə olarsa ə, burada yenə ə, 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 ə. Əgər vav hərfi gələrsə və vavun üzərində həmzə olarsa və həmzənin hərəkəsi damma olarsa, bu zaman vav yox, məhz həmzənin hərəkəsi oxunur. Yəni, daha qısa desək, həmzə vavun üzərində, yənin üzərində, adi şəkildə, dayağın üzərində, əlifin üzərində yazılır. Və bu hərflərin heç biri oxunmur, yalnız və yalnız həmzənin hərəkəsi oxunur. Həmzənin hərəkəsi fəthə olduğu halda, fəthə, yəni ə, u, ə, u. Yəni, yalnız və yalnız həmzə hansı hərəkətlə birlikdə işlənərsə, həmin bu hərəkət oxunur. Hərflər və simvollar oxunmur. Həmzətül vasıl, vəsləli həmzə. Vəsləli həmzə ərəb dilində geniş yayılmış simvollardan biridir. Vəsləli həmzə iki sözün arasında yazılır, işlənir və heç bir səs vermir və əlifin üzərində bu formada yazılır. Bu simvol həmzənin, yəni vəslənin əlamətidir. Misal olaraq minəl cənnəti. Minəl cənnəti. Gördüyünüz kimi minə vəsləli həmzə gəldi. Vəsləli həmzənin heç bir hərəkəsi, səsi yoxdur və min və əl cənnə sözlərini bir-birinə birləşdirdi. Oxunuş qaydası minəl cənnəti. Vəsləli həmzə dediyimiz kimi oxunmur, yalnız iki sözü bir-birinə birləşdirir. Təmərbutə. Ərəb dilində, xüsusən də sözlərin sonunda tez-tez rast gəldiyimiz hərflərdən də biri təmərbutə adlanır. Təmərbutə sözünün lüğəti mənası bağlanmış tə və ya bitişik tə kimi tələffüz olunur. Təmərbutə ərəb dilində iki formada yazılır. Özündən əvvəl hər hansı bir hərflə birləşdiyi halda bu formada, özündən əvvəl heç bir hərflə birləşmədiyi halda isə bu formada yazıla bilər. Misal olaraq, əl-cənnətu sözünü misal çəkək. Əl-cənnətu.
Əl-cənnətü sözünün sonunda gördüyümüz kimi təmərbutə yazılmışdır və bu T hərfi kimi tələffüz olunur. Ərəb əlifbasında isə T hərfi kimi tanıdığımız T hərfinin adı təməbsutə, yəni bəsit və ya sadə T kimi tələffüz olunur. Və buradan belə bir sual çıxır. Əl-cənnətü sözündə olan təmərbutəni təməbsutə ilə əvəz etmək olarmı? Cavab xeyr, çünki ərəblər əl-cənnə sözünü məhz təmərbutə ilə yazdıqları üçün məhz təmərbutədən də istifadə olunmalıdır. İkinci qeydimiz, əgər sözün sonu təmərbutə ilə bitərsə, bu zaman T hərfi H hərfi ilə əvəz olunur. Məsələn, əl-cənnətu yerinə, əvəzinə əl-cənnəh deyə tələffüz etmək daha düzgün və daha məsləhətə uyğun sayılır. Rəqəmlər. Ərəb dilində rəqəmlərin yazılış forması özünə məxsus bir şəkildə yazılır və Azərbaycan dilində yazılan rəqəmlərdən yazılışına görə fərqlənir. Biz sizinlə bu dərsdə ərəb dilində olan rəqəmlərin yazılış formalarını öyrənməyə çalışacağıq. 1 2 3 4 5 6 7 8 9 10. Gördüyümüz kimi onu yazmaq üçün 1 və nöqtə də 0-ı bildirir. Əgər daha mürəkkəb rəqəmləri yazmaq istəsək, eyni ilə bu rəqəmlərdən istifadə edirik və ərəb dilində rəqəmlərin yazılış forması ərəb yazısından fərqli olaraq soldan sağa, yəni Azərbaycan əlifbasına uyğun bir şəkildə yazılır. Məsələn, 13 yazmaq istəsək, 1 və 3-dən istifadə edirik. 13 və ya 24 yazmaq istəsək, 2 və 4. Və bu yazılış formalarına qiyas edib başqa rəqəmləri yazmaq mümkündür. Keçən dərslərimizdə qeyd etdiyimiz kimi ərəb dilində özündən sonra birləşməyən hərflər vardır. Gəlin bu hərfləri bir daha yadımıza salaq. Bu hərflərimiz əlif, dəl, zəl, ra, zə, vav. 1, 2, 3, 4, 5, 6. Bu 6 hərfimiz ərəb əlifbasında və ya ərəb yazısında heç bir vaxt özündən sonra heç bir hərflərlə birləşə bilmir. Qalın hərflər. Keçən dərslərimizdə qeyd etdiyimiz kimi, ərəb dilində hərflər incə və qalın olmaqla iki qrupa bölünür. İndi isə gəlin qalın hərfləri yadımıza salaq. Qalın hərflərimiz xa, sad, da, qayn, ta, qaf, va hərflərdir. Yəni 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfimiz qalın, yerdə qalan isə 21 hərfimiz incə hərflər sayılır. Və bu hərfləri yadda saxlamaq üçün bu hərfləri hərəkələyib xussa, dağtin, qıyl sözünü əzbərləməklə bu qalın hərfləri yadda saxlamaq mümkündür. Xussa, dağtin, qıyl. Allahın inayəti və köməyi ilə sizlər üçün nəzərdə tutduğumuz ərəb əlifbası, ərəb əlifbasının oxunuşu və ərəb sözlərinin oxunuşu dərsləri sona yetdi və ümid edirik ki, ərəb əlifbasını oxumaq istəyənlərə az da olsa müəyyən bir faydamız dəydi. Sizinlə gələn dərslərdə və gələn proqramlarda görüşmək ümidi ilə ayrılıram.